Değerli izleyicilerim, hamınızı salamlayıram, sizləri xoş gördük. Bugün 28 may Azərbaycanın müstəqillik günüdür. 1918-ci ildə bugünkü gün nəinki bütün Türk aləmində, ümumiyyətlə Şərq aləmində, İslam aləmində ilk demokratik respublika Azərbaycanın dahi şəxsiyyəti, ümummilli liderimiz Məmməd Əmin Rəsulzadə və onun silah yoldaşları, əqidə yoldaşları tərəfindən qurulub. Bu bizim hər bir Azərbaycanlının qürur yeridir. Bugünkü gün bizim qürur günümüzdür. Mən başda ümummilli liderimiz, ulu öndərimiz Məmməd Əmin Rəsulzadə və onun silah yoldaşları olmaqla bu vətən uğrunda, torpaqlarımızın bölünməzliyi uğrunda canlarından keçən əskərlərimizə, şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Və mən hər birinizi bugünkü gün münasibətilə təbrik edirəm. Və sonda Məmməd Əmin Rəsulzadənin dilinin əzbəri olan Əmin Abidə məxsus bu misralarla bu haqda fikrimi tamamlamaq istəyirəm. Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. İndi isə buyurun işimizə başlayaq. Bugün bizim mətbəxdə qışa hazırlıqdır. Alça turşusu hazırlayırıq. Bu yaxınlarda bir izləyicimiz bizdən alça turşusunun reseptini istəmişdi. Düzdür, ona yazmışdıq. Lakin bu günləri həm həmin izləyici üçün, həm də digər maraqlananlar üçün əyani şəkildə də göstərmək istədik. Əgər sizin üçün maraqlıdırsa, buyurun başlayaq. Alça turşusu üçün istifadə edəcəyimiz ərzaqlar alça, dişləmə qənd, limon duzu, duz, göyərtilər. Mən nanəni həyətdə ləyənin içərisində əkmişdim. Dərəndə orada razyona da əkmişdim. Amma hələ körpədir. Dərdim ki, onlardan da biraz içərisinə qoyaram. Ətir verər. Albalı yarpağı və ədviyyatlardan toxum şəklində razyana, mixək və qara istiot. Dəfnə yarpağı, sirkədən istifadə edəcəyim. İşlər başlamamışdan qabaq bankalarımı sterilizə etmişəm. İndi ədviyyatları, alçanı və göyərtiləri, digər ərzaqları bankaların içərisinə doldururam. Birinci bankaya göyərtiləri daxil edirəm. Yəni hərəsindən zövqə görə əlavə edə bilərsiniz. Mən bu göyərtilərin sırasına cəfərini də daxil elədim. Ondan da istifadə edirəm. Hərəsindən 1-2 tel cəfəri, nanə, razyana, təzə göyərti razyana, albalı yarpağı və bir yarpaq da dəfnə yarpağı qoyuram. Göyərtilər daxil eləyəndən sonra hərəsinə bir yarım çay qaşığı razyana tökürəm. Yəni bu zövqə görədir. Göyərtilər də əlinizin altında hansı göyərti varsa, ondan, yəni ki, bu sadaladığım göyərtilərdən. Ola bilər ki, əlavə də etməyəsiniz, yəni zövqə görə. Amma olsa yaxşı olar. Və ədviyyatlardan əlavə edirəm. Mixək, hərəsinə 3-4 ədəd mixək daxil elədim və 5-6 ədəd də zövqə görə qara istiot hər bankaya tökürəm. Və üzərindən alçaları. Bankaları alçı ilə yaxşı-yaxşı doldururam. Bankaları doldurandan sonra üzərindən bir qədər də göyərtilərdən qoyuram.
Və hər bir bankaya bir qəhvə fincanı sirkə tökürəm, üzüm sirkəsi. Və qaşığın ucunda, baxın bu qədər, hər birinə limon duzu. Və 2 çay qaşığı duz əlavə edirəm. Çox dolu olmayan çay qaşığı duz. Əgər bankanız bir qədər balacadırsa, bunu təbii olaraq azaldırsınız. Və hər bir bankaya bir diş qənd qoyuram. Bu mayalanmağına kömək edir. Və ocaq, bankaları götürüb ocağın yanına gəlirik. Çayın 2 qaynatmışıq, təzə qaynayıb. Qaynar suyu bankaların içərisinə doldururuq. Ehtiyatla tökürük ki, su qaynar olduğundan çatlamasın. Alıştıra-alıştıra, yavaş-yavaş tökürük. Ağzına qədər, dolana qədər suyu tökürük. Baxın bu qaydada balonları, bankaları su ilə doldururuq. Bu tərəfdə suyun içərisində mən qapaqları da sterilizə etmişəm. Çalışın ki, qapaq təzə olsun. Və bir-bir qapaqları götürüb bankaların altına qoyub bağlayıram. Möhkəm bağlayıram, kip bağlayıram. Bu şəkildə bütün bankaları ağzını bağlayırıq. Qapaqlarını bağlayandan sonra baxın bu formada tərs çevirib qoyuruq. Soyana qədər bu şəkildə qalıb, sonra düzəldib dolaba yerləşdiririk. Çox ət xörəklərinin yanında qışda çox gözəl məzədir, dadlıdır. Siz də hazırlayın. Bu da mən hazırladığım alça turşusu idi. Əgər bəyəndinizsə bu videonu like etməyi, mənim kanalıma abunə olmağı da unutmayın. Siz də hazırlayın. Xoş olsun.